Verilişin baş sponsoru Ruski Vkus. Verilişin baş sponsoru Pingvin boyaları. Sponsor Doktor Can Polat Klinikası. Bu vaxtınız xeyir. Biz qadınlar cəmiyyətdə görülmək istəyirik, amma görünən kimi problemlərlə üzləşirik. Necə edək ki, istəyimizə çataq və kişilər bizə mane olmasın. İlk qonağım isə Sevinç Çılğındır. Bu vaxtınız xeyir Sevinç xanım. Sevinç Çılğın hardan götürülüb bu təxəllüs? Bu suala cavab verməsəm, axırda özünüz anlasınız. Olar, özümüz nəticə çıxardarıq. Onda belə bir sualla davam eləyək. Kişilər bizdən nə istəyir? Niyə imkan vermirlər qabağa gedək? Fərdi olaraq cavab verim, yoxsa ki, ümumi? Fərdi olaraq. Fərdi olaraq məndən işləyən. Sizdən Məndən işləyən yox. Yəni, belə deyim də, hər kəs öz həyatındakı kişini qadından ala biləcəyi şeylərlə təmin eləsə, fikirləşirəm ki, o maneə ilə qarşılaşmaz. O qalır məsələ ki, kişi səndən nə istəyir? O kişinin istəkləri hara qədərdir, hansı səviyyədədir? Ola bilər ki, dayazdır. Adi məişət adamıdır. Onun istəkləri gündəlik yemək, təmiz paltar, tərbiyəli uşaq, uşağı məktəbdə aparıb gətirmək falan, bu kimi məişət, belə deyim də, elementləri ilə kifayətlənsin. Amma məsələn, ağıllı kişilər xanımlarını mənə elə gəlir ki, yüksəkdə görməyi bəzən qısqanclıqla yanaşsalar da istəyərlər. Niyə həyatda özünü tapmış, azad, karyerası olan qadınlar, yəni belə qadınlardan kişilər qorxurlar? Niyə belədir bu? Nədən qorxurlar? Belə bir şey var da, deyir ki, gözəl qadın, gözəl qadındır. Gözəl və gözəlliyinin fərqində olmayan qadın yenə gözəl qadındır. Amma gözəl və ağıllı olan qadın və bu gözəlliyinin fərqində olan qadın təhlükəli qadındır. Bəlkə o təhlükəni hiss edirlər. Çünki qadının gözəlliyi onsuz da təhlükədir. Ağıllısı iki qat təhlükədir. Qadın zaten fitnədir. Yəni o sözlə çox belə sinirlilik daşıyır. Tam olmasa da, amma çox daşıyır. Mənə gəlir buna görə. Ailə və karyera sizin üçün hansı daha ağırdır, daha önəmlidir? Önəminə qalsa əlbəttə ki, ailə. Çünki nə qədər Avropalı kimi düşünsəm də, əslində şərqliyəm. Amma belə, yəni bu bizə kinolardan göstərilən Avropa deyil, sağlam Avropada, intellektual Avropada, hətta orada belə ailə çox önəmli bir şeydir. Ailə institutları var məsələn. Həyatımda isə bunları heç müqayisə eləmirəm. Nə yan-yana, nə qarşı-qarşıya qoyuram. Çünki düşünürəm ki, insan kimi mən kiməm, nəyəm? İnsan kimi də mənə ailə də lazımdır, karyera da lazımdır. Və bunları paralel olaraq yürütməyə çalışıram. Hansı problemləri yaşayırsınız? Nələrdən vazgeçirsiniz ki, hər ikisində eyni saxlaya biləsiniz? Belə deyim də, təəssüfləndiyim sadəcə bir şey var ki, uşaqlarımın yanında daha çox ola bilərəm, daha çox görə bilərəm onları, daha çox oynaya bilərəm onlarla, işə sərf etdiyim vaxtdansa. Həm də fikirləşirəm ki, bu mənim uşaqlarım üçündür, onların gələcəyi üçündür. Biraz da əsəblərimi qoymuş olurum belə, çünki evdə çox oturduqca, yəni o periodu keçmişəm, 2-3 il evdə oturmuşam, əsəblərim gəlirdi artıq, yəni mən ancaq ailəmə mi lazımam, başqa heç kəsi lazım deyiləm, yəni cəmiyyət üçün mən əhəmiyyətsizəm, başqalarına xeyir verici işlər görə bilmərəm. Yəni bu suallar mənə içimi didib dağıdırdı və əsəblərimi koruyurdu. Ancaq belə deyim, o balansı qorumaq üçün həm ailə, həm iş, mümkün qədər qoca qarı az görüşmək, az problem. Qadına iş lazımdır ümumiyyətlə, karyer lazımdır. Qadına da, kişiyə də hər kəsə iş lazımdır. Yəni işsiz insan əhəmiyyətsiz insandır. Qədim Şumerlərdə belə bir şey var idi. Yəni gözəlliyin əsas meyarı faydalılıq idi. Məsələn, mən qədim Şumerlər kimi düşünürəm. Gözəllik əmsalı mənim üçün faydalılıqdır. Bir insan faydalı deyilsə, faydalı işlərlə məşğul deyilsə, o artıq orada heç nə axtarmıram, yəni boşluqdur. Kişilər niyə istəmir biz qadınlar işləyək, qabağa gedək? Yəni
qabağımızı hər bir şəkildə almağa çalışırlar və bir qadın da qabağa getdiyi zaman onun haqqında yəni yaxşı fikirlər demirlər. Demirlər biliyinə görə getdi və yaxud da hər hansı bir öz bacarığına görə getdi. Tez başqa düşüncələr gəlir ağlarına. Məncə bu xəstə cəmiyyətlər üçün keçərlidir bu. Sağlam cəmiyyətdə, yəni sağlam Avropa cəmiyyətində mən inanmıram ki, belə bir şey olsun. Bizim cəmiyyətdə necədir? Bizim cəmiyyətdə onsuz da hər şeyə, onsuz da neynəsən bir vedrə var da. Vedrə bağlayırlar. Mütləq neynəsən onsuz da deyəcəklər. Çünki siz bəlkə eşitdiniz Molla Nəsrəddin misalı deyir. Eşeğin üstündə də getsə, yanında da getsə, axır bir şey deyəcəklər. Yəni özündən başqa, öz işləri ilə məşğul olmaqdansa başqalarının işlərinə qarışan bir cəmiyyətdə yaşayırıq biz. Yəni nə etsək onsuz da bir şey deyəcəklər. Evdə də otursaq, deyəcəklər ki, yəni o adamlar tapılacaq desən ki, işləyib ailəvə kömək eləyə bilərsən, nə bilim, nə edirsən, evdə oturmuşsan da nə iş görürsən filan. Yəni bu xəstə cəmiyyətlər üçün bu tez keçərlidir. Ailə söz haqqı kimdədir? Bizim ailədə? Son sözü kim deyir? Bizdə elə bir şey yoxdur ki, son sözü kim deməlidir. Yəni əvvəldən belə bir şey qoyulmayıb ki, belə bir iddia, prinsipiallıq qoyulmayıb ki, son sözü mən deyirəm. O ancaq egoist adamlarda olur. Mən egoistəm, amma ki, bu şeylərdə yox, özümə qarşı egoistəm. Yəni bu paltardan başqasında olmasın, bu şeydir. Belə şeylər, xırda şeylərdə hə egoistəm. Amma belə ailə kimi böyük bir məsələdə belə bir problem yaşamırıq. Çünki hər şey məsləhət halında olur. Hətta dostlarla görüşməyə də hər şeyə vaxt çatdırırsınız. Hə, xoşbəxtliyimin əsas açarı odur. Vaxtımı özüm bilirəm, bölürəm daha doğrusu və hər şeyə vaxt çatdırıram. Hər şeyə çatdırıram. Hətta əlavə işlərlə də məşğul olmağa başlamışam. Nə gözəl. Siz karyera qurdunuz, sonra ailə həyatı qurdunuz. Belə demək mümkündür. Mən, yəni, ağlım kəsəndən, məsələn, mənə cehiz alınmamalıdır, mənə hədiyyə olmamalıdır deyirdim. Çünki mən istəmirdim ki, o evdar qız təfəkkürü ilə böyüyüm. Özümü qoruyurdum bu şeylərdən. Belə demək mümkündürsə, hər iki nəsildə ilk təhsil alan insan. Yəni, mən özümü qoruyurdum. Yoxsa ki, mən bilirəm ki, qapımız 16 yaşından döyür. Mən də gedib elə qarışa bilərdim. Ancaq mən o formada elə qarışmaq istəmirdim. Və hədəfim var idi ki, 25 yaşına qədər ailə haqqında düşünməməliyəm, işləməliyəm, bilməliyəm ki, mən artıq nəyə lazımam, nə üçünəm. Bundan sonra ola bilər. Bunda kimin təsiri oldu? Valideynləriniz? Anamın. Yəni, anam bütün maneələrə baxmayaraq, çox idi maneələr. Yəni, bir var bizim cəmiyyət, bir də var bizim cəmiyyətin içində xırda cəmiyyətlər. Məsələn, Bakılılar, Kubinka filan. Oradan hələ bu xəstə cəmiyyətə çıxmaq, sonra bu xəstə cəmiyyətdə fəaliyyət göstərmək. Yəni, mən bir təhqir kimi demək istəmirəm ki, bu cəmiyyətimiz üçün, amma ki, kifayət qədər qüsurları var onu xəstə demək üçün. Yəni, yaralı yerlər var, onlar tədavi olunmalıdır. Necə eləyək, bəs bunu necə aradan qaldıraq? Biz necə rahat nəfəs alaq, belə deyim, necə rahat işlərimizi görə bilək? Birinci özümüzü dəyişməliyik. Bizdə də problem. Bəli, əksər qadınlarda da problem. Məsələn, o deyir, ayaqlarım yerə yapışır o qadınları görəndə ki, məsələn, deyir ki, ər döyər də, ər söyər də, həm istəyir, həm döyür də, çörəyimi verir də. Bunun kökü hardandır bəs? Bu, yəqin ki, nənələrdən, o təxtər şuurla, genetik kodlarla gələn bir şeydir. Çünki mən kifayət qədər görmüşəm ki, əri döymüş arvada deyir, itdə qapı. Əri döymüş arvada anası tərəfindən, ər belə olar da, sənin atonda belə idi, filan, deyə o başı qapazda böyütmək. Və o evdə böyüyən qızlar da əlbəttə ki, bu təfəkkürdə olacaq. Onlar da ərin yemək gətirməsi, paltar alır, yemək gətirir, axşam evə gəlir ki, hara gedir, geçsin, axşam evə gəlir. Bu kimi prinsiplərlə böyüyüblər. İstərsəniz təxtəşuurda bu qalır. Biz qorumalıyıq öz övladlarımızı buna. Yəni, özümüzdə belə hiss eləsək bu damarları. Məsələn, qadın var ki, döyülməkdən xoşu gəlir. Qadın var ki, istəyir əri ona üçün ki, sən Facebook'a girmə. Yəni, belə qısqanclıq tavırlar. Bundan zövq qalan insanlar var. Amma məsələn, fikirləşə bilər ki, o həyat yoldaşını azad buraxsın. İnsanın gərək azadlıq çərçivələri doğrudan da daxilində olsun, özündə olsun. O olmazları ancaq özü özünə deyə bilsin ki, bu olmaz. Kənardan deyilən olmazlar artıq sənə küçük düşür. Necə deyim? Aşağılayır. Mənə görə belədir. Amma məsələn, bundan zövq alan insanlarımız, qadınlarımız var daha çox. Mən demirəm ki, o ayağını diriyib, məsələn, yox, sən
deyən deyil, mən deyən deyil, janrında olsun, yox. Yəni həyasızcasına bunu eləmək lazım deyil. Axı dedik qadın fitnədir. Bunu fitnə ilə, hilə ilə, nə iləsə əldə eləmək olar. Məncə bu fikirlərinizlə biz artıq bildik ki, sevinç çılğının mənası nədir? Niyə bu təxəllüsü götürmüsünüz? Sağollaşıram sizdən, çox sağ olun bu səmimi söhbətinizə görə. Yəni mən düşünürəm ki, faydalı bu müzakirə oldu. Yəni baxanlar da buna görəcəklər. Biz isə növbəti qonağımızla söhbətimizə davam edəcəyik. Verilişin baş sponsoru Ruski Vkus. Verilişin baş sponsoru Pingvin boyaları. Sponsor Doktor Can Polad Klinikası. Ruski Vkus kalbasaları. 1960-cı illərdən bəri alışdığımızda yenidən süfrəmizə gəldi bu adla. Ruski Vkus kalbasalarının müxtəlif çeşidləri var. Ekoloji cəhətdən təmizdir. Ən əsas odur ki, dürüstlüklə hazırlanır. Kalbasalar, sasikalar və eyni zamanda sardelkalar sizin süfrənizin bəzəyi olacaq. Ruski Vkus kalbasaları həm də çeşidləri ilə seçilir. Müxtəlif cür qablaşdırması var. Hətta parçadan belə qablaşdırılır. Ekoloji cəhətdən təmizdir və süfrənizin bəzəyi olacaq. Ağız dadı olacaq. Ruski Vkus kalbasaları. Bu dünyanın rəngini dəyişdirən pingvin boyalarıdır. Çox keyfiyyətlidir, etibarlıdır. Ən müasir texnologiyanın tətbiqi üsulu ilə sizə təqdim olunur. Azərbaycanda istehsal olunur. Azərbaycan brendi kimi artıq bütün dünyada tanınır. Bütün dünyanı rəngləyir, boyuyur. Laboratoriyada hər şey ölçülür, biçilir. Sizin sağlamlığınız və ən əsası göz zövqünüz. Müxtəlif rənglər var. Mütləq pingvin boyalarla evinizi boyayın. Qoy eviniz rəngarəng olsun. Ömrünüz də rəngarəng olsun. Pingvin boyaları. Bu adı yadda saxlayın. Pingvin boyaları ən müasir üsullarla, ən yeni texnikanın tətbiqi ilə hazırlanır. Peşəkar laboratoriyada vaxtaşırı keçirilən sınaqların nəticəsi ilə mükəmməl tərkibə malikdir. Fasad və interyer boyalarına 10 il zəmanət verilir. Pingvin boyaları nə günəşdən, nə yağışdan, nə də soyuqdan qorxur. Keyfiyyətinə, tərkibinə, etibarlığına tam zəmanət verilir. Söhbətimiz davam edir. Növbəti qonağım isə Xavər xanımdır. Xavər, xoş gördük. Sağ olun. İşgüzar qadınsınız. Nədən başladı hər şey? Necə əldə elədiniz bu qədər nailiyyətlər? Hər şey əziyyətlə, zəhmətlə məncə başladı. Təbii ki, karyera, qadın, iş, ev, hamısını birində toplamaq təbii ki, çətindir. Çünki istər-istəməz elə bölməlisən ki, hamısına vaxt tapasan, hamısına vaxt çatdırasan. Birinin vaxtını biraz ötəkini o birisinə keçirdən kimi aləm qarışır bir-birinə. Ona görə çalışıram, yəni hamısını uyğunlaşdırım, vaxt tapım və hər şey universiteti bitirəndən sonra təbii ki başladı. İş həyatı artıq 18 yaşında, 17 yaşında bitir, 18 yaşından, 19 yaşından başlayıb iş fəaliyyətim və hələ ki şükür yaxşı gedir. Bir neçə professiyanız var, həm rejissor, həm təşkilatın sədrisiz, həm də başqa bir işdə də işləyirsiniz, həmçinin necə çatdırırsınız bunları, necə bunları bir-birinə uyğunlaşdırdınız? Çünki mən düşünürəm ki, ümumiyyətlə insan sevdiyi işlə məşğul olmağı gözəl bir şeydir. Yəni sən məcbursan buna vaxt ayırasan, məcbursan buna vaxt çatdırasan, başqa, yəni necə deyim, variantın yoxdur. 24 saatımı elə bölürəm ki, çatsın, hamısına vaxt çatsın. Hansı sizə daha yaxında? Rejissorluq işini sevirəm, çünki yaradıcı işdir, incəsənətdir, incə sənət. Sevirəm rejissor kimi fəaliyyət göstərməyimi. Təbii ki, cəmiyyət, uşaq dünyası cəmiyyətdə uşaqlarla işləyirəm, gənclərlə işləyirəm. Onlara sevinirəm ki, hər hansısa bir köməyim dəyir, onların fərdi sərgilərini edirəm, təşkil edirik. İkisini də sevirəm, düşünürəm ki, ikisini də sevirəm. Çətin olmadı? Yox. Yəni qıraqdan, kənardan ailə olsun, qohum olsun, dostlar olsun. Yəni işləyən qadın olanda biraz insanın ailəsinə vaxt az qalır. İnsana başqa biz hamımız elə böyümüşük ki, ailə mühitində, qohumlar içində və işimiz olanda bizə deyirlər, hə buna vaxt ayırmadın, buna eləmədin. Yəni o söhbətlər oldu sizdə də. Necə bunlardan həll elədiniz bunları? Oldu deyəndə ki, yəni mənim ailəm də, ətrafımda, dostlarım da, tanışım da, yəni bizdə yəni mən doğulub, böyüdüyüm ailə də yəni belə olub, incəsənətlə məşğul olan insanlar olub, babalarım müəllim olublar, filosof olub, iki babam ikisi də. Yəni gözümü açıb elə ailədə böyümüşəm ki, bu mənə çətin olmuyor. Yəni onları elə görmüşəm ki, yox, çətin deyil. Heç kim demir, niyə mənə vaxt az ayırırsan, mənə niyə çox ayırırsan. Çalışıram ki, hər şeyin vaxtını görə bilim, edə bilim. Belə deyək, onda siz müasir bir ailənin övladısınız. Müasir, yəni rahat bir ailədə böyümüsünüz. Bəli, yəni
başa düşən, incəsənəti sevən bir ailədə böyümüşəm. Bəs bu kişilərimiz, belə deyək də, ailələr var, razı deyil qızın işləməyinə, karyera qurmağına. Necə baxırsınız? Düzgündürmü bu qadın işləməməsi? Məncə bu yoxsa işləməlidir? Ailədən gələn bir şeydir. Mən düşünürəm ki, ümumiyyətlə hər kəs öz bacardığı, özünü hansı sənətdə görürsə, onda fəaliyyət göstərsin. Yəni məncə bu da ailədən gələn bir şeydir. Məsələn, elə ailələr var ki, qadının işləməyini yəni qəti şəkildə istəmirlər, qəti şəkildə qəbul etmirlər. Təbii ki, yəni mənim kimi bir insana bu biraz qəribə gəlir ki, yəni nəyə görə ayrı seçkilik olmalıdır? Qadın əgər gözəl rəssamdırsa, gözəl müəllimədirsə, gözəl arxitektorsa, nəyə görə də işləməsin bu xanım? Məncə o biraz, yəni bu nə vaxtsa düzələcək. Yəni bizim kişilərdə bu nə vaxtsa düzələcək. Bu belə getməyəcək. Niyə bizim paxıllığımızı çəkirlər kişilər? Qısqanırlar bizi, istəmirlər ki, biz qabağa gedək. Paxıllıq deyəndə ki, yəqin ki, o ego, yəni hər bir kişinin içində o ego var. Birdən qadının məndən qabağa gedər, irəli. Əksinə məncə buna sevinməlidir kişilərimiz ki, yəni mənim xanımım, mənim bacım, mənim anam bunu bacarır. Yəni öz ayaqları üstündə dura bilir, öz qərarlarını özü verə bilir. Bunun nəyə pisdir ki? Özü maşını sürə bilir, özü maşını sürüb işinə gedə bilir. Yəni hər bir şeyini özü edirsə, əksinə məncə bu qadının ağıllı olmağından irəli gəlir və kişi buna sevinməlidir. Mən belə düşünürəm. Amma nədənsə qorxurlar kişilər. Onu bilmirəm niyə belədir, amma hə, düz deyirsiniz. Çəkinmək var bizim kişilərdə. Mən də belə düşünürəm bunu. Biz bayaq söhbət edəndə kənarda dediniz ki, 17-18 yaşından başladım artıq işləməyə, işin nə olduğunu bildiniz. Qadın neçə yaşından başlamalıdır işə? Ümumiyyətlə bu institut bitirər-bitirməz, yoxsa necə olmalıdır? Məncə qadın, xanım, qızlarımız, yəni hər hansı, yəni dəqiqləşdirməlidirlər ki, mən bu işi görəcəm və mən bu işi edəcəm və o gündən başlamalıdırlar o işi görməyə. Yəni məncə yaş orada heç bir rol oynamır. Hər bir xanım, hər bir insanın, yəni dünya görüşü, dünyaya baxış tərzi fərqli olduğuna görə məncə yaşlarında da bu fərqlidir. Deyə bilmərəm konkret yaş ki, bu yaşda işə başlamalıdır. Ailə və yəni evlilik həyatı və karyera. Bu qadın hansını daha önəmsəməlidir, üstün tutmalıdır? Yəni siz hansını daha Məncə qadın və övlad əlbəttə ki. Məncə qadın, əsl xanım təbii ki, bunların hamısını birində birləşdirən, cəmləşdirən qadındır. Təbii ki, ailənin öz yeri var, işin öz yeri var, övlada ayrılan vaxtın öz yeri var. Çalışmalıyıq ki, övladlarımızı özümüz tərbiyə edək, yəni özümüz onları gələcəyə sağlam, gözəl yetişdirək. Amma mən düşünürəm ki, yəni sırf mən yaxşı evdar xanım olum, amma mən mütaliə ilə məşğul olmayım, dünyadan başım çıxmasın, heç nə bilməyim, bu da düzgün bir şey deyil. Və yaxud da mən sırf bütün günümü, 24 saatımı işlə məşğul olum və mənim üçün ev, ailə heç bir rol oynamasın. Bu da düzgün deyil. Yəqin ki, yenə də deyirəm, ağıllı qadın, yəni bacara bilirsə, bunların hamısını birində birləşdirə bilən xanımdır. Daha gözəl olar o məncə. Övlada işləyən ana lazımdır, yoxsa onu sevən və ondan maraqlanan ana? İnanın ki, övlada həm işləyən ana, həm onun tərbiyəsi ilə xüsusi məşğul olan ana və onun valideynlər iclasına anası girəndə onunla fəxr edə biləcəyi bir ana lazımdır. Bizim indiki uşaqlarımız çünki tam fərqlidir. Övladınız sizlə fəxr edir? Yəni kiçik 4 yaşı var, balacadır. Amma mən onun bağçada hər hansı bir iclasına girəndə həmişə deyir ki, mən böyüyəndə mamam kimi olacağam, böyüyəndə mamama oxşayacağam. Sizin nümunə kimi görür. Bunu deyirsə, demək mən yaxşı valideynəm, belə düşünürəm. Yəni ona vaxt ayıra bilirəm. Çalışıram ki, təbii ki, vaxtımın çox hissəsini ona ayırım. Boş zamanımı onunla dəyərləndirim, onunla keçirdim. Bizim indi bilirsiniz də, yəni biz Azərbaycanlıyıq, bizim mamalarımız, atalarımız da yəni uşaqlara meyillidir, nənələr, babalar. Ona görə yəni uşaqlar isti mühitdə böyüyəndə daha yaxşı olur. Ana, ata, baba, nənə. Qadınlarımızın bizim cəmiyyətdə rolu nə dərəcədədir? Son zamanlara yəni göz gəzdirsək, yəni fikirləşsək ki, indi düşünürəm ki, əvvəlki illərə, yəni 10 il bundan qabağa baxanda qadınlarımızın iş həyatı, sosial həyatı daha gözəldir, daha aktivdirlər. Yəni 10 il bundan qabaq bizim qadınlarımız lap belə bu dərəcədə aktiv deyildilər. İndi onların sosial həyatı, onların iş həyatı tam fərqlidir. Bu təbii ki, sevindiricidir, çünki biz özümüz də xanımıq. Yəni
bunun belə olmağı yəni bizim üçün də yaxşıdır. Gənc xanımlar yetişir, ali təhsilli, iş həyatında. Məncə yəni yaxşılığa doğru gedir, belə deyək. Hər şey yaxşılığa doğru gedir. İşgüzar qadın kimi bizim qadınlarımıza nə məsləhət görərdiniz? Məsləhət görərdim ki, təbii ki, ev, iş, karyera, yəni hər şeyi gözəl bacarsınlar. Yəni bacardıqları işlə məşğul olsunlar, vaxt ayırsınlar öz ailələrinə, öz işlərinə və belə getsinlər, belə də davam etsinlər. Qadına ən gözəl yaraşan iş hansıdır? Ən gözəl professiya onlar üçün hansıdır? Mən uşaq vaxtı həmişə hüquqşünas olmaq istəmişəm, məsəl üçün. Oxumuşam da təbii ki, həm Qətər Universitetini qurtarmışam, hüquqşünas kimi də təhsilim var. Amma düşünürəm, bilmirəm, yəni zövqlər müxtəlifdir. Məsəl üçün, mən çox istəyərəm ki, mənim qızım çox gözəl gimnastika ilə məşğul olsun, çox gözəl gimnast olsun, çox istəyərəm və çox gözəl böyrək həkimi olsun. Bu mənim arzumdur. Hardan gəlir bu arzu? Bunun bir tarixi var, böyrək həkimi olmağın bir tarixi var, yəqin ki, ona görədir. Yəni, təbii ki, özü böyüyəcək, özü qərar verəcək, özü nə olmaq istəsə, onu olacaq. Məsəl üçün, mən rejissorluğu sonradan oxudum və sonradan gəldim. Çünki həvəs yarandı. Yəni, məncə, bunun oxumağın yəni sənə sonradan da həvəs gələ bilər, təhsili artıra bilərsən və nəyəsə başlaya bilərsən. Fərq etməz. Qadın nəyə bacarırsa, o yolda da getməlidir. Neçə ildə artıq işləyirsiniz? Bir hardasa 10 il var. 10 il var. 10 ildə kişilərlə işləmək daha rahat olub, yoxsa qadınlarla? Belə deyək də, ayağınızın altından kim daha çox qazıb? Qadınlar yoxsa kişilər? Mən ümumiyyətlə xoşbəxt insan hesab edirəm. Çünki ayağımın altını qazan insanlar həmişə məndən uzaq olub. Yəni, mən deyə bilmərəm ki, kimisə mənim ayağımın altını qazdı, mənim paxıllığımı çəkir. Mən belə şeylərlə çox az rastlaşım. Demək olar ki, rastlaşmam. Çünki çox təmkinli bir insanam. Yəni, görməzdən, eşitməzdən gələn insanam. Yəni, kişi və qadın deməzdim, bilmirəm. Yəni, belə deyim də, hansı ilə rahatdır işləməyə? Məncə onu da bölmək olmaz ki, bu qadındır yoxsa kişi. Məncə onun da fərqi yoxdur. Yəni onun tərbiyəsi, mədəniyyəti təbii ki, bunlardan asılı olan bir şeydir. Elə kişi işçi var ki, məsəl üçün sakitdir, işini başını salıb aşağı işini görür və yaxud da elə bir qadın var ki, yox, onunla bacarmaq çətindir. Bunu yəni fərd olaraq qiymətləndir. Yəni düşünmürəm kişi və ya ikisi ilə də asandır mənim üçün işləmək. Mən yəni dil tapıram hamısı ilə. Hamısı ilə. Bu yəqin sizin xasiyyətinizdən irəli gəlir. Biz də sizə təşəkkürümüzü bildiririk. Sizə gələcək işlərinizdə uğurlar, daha bol-bol nailiyyətləriniz olsun inşallah. Mən isə söhbətimizə növbəti qonağımla davam edəcəm. Verilişin baş sponsoru Ruski Vkus. Verilişin baş sponsoru Pingvin boyaları. Sponsor Doktor Can Polad Klinikası. Ruski Vkus kalbasaları. 1960-cı illərdən bəri alışdığımızda yenidən süfrəmizə gəldi bu adla. Ruski Vkus kalbasalarının müxtəlif çeşidləri var. Ekoloji cəhətdən təmizdir. Ən əsas odur ki, dürüstlüklə hazırlanır. Kalbasalar, sasikalar və eyni zamanda sardelkalar sizin süfrənizin bəzəyi olacaq. Ruski Vkus kalbasaları həm də çeşidləri ilə seçilir. Müxtəlif cür qablaşdırması var. Hətta parçadan belə qablaşdırılır. Ekoloji cəhətdən təmizdir və süfrənizin bəzəyi olacaq. Ağız dadı olacaq. Ruski Vkus kalbasaları. Pingvin boyalarının əsas xüsusiyyətlərindən biri də budur ki, burada rəngləndirmə mərkəzi var. Belə ki, istədiyiniz rəngi seçmək istəyirsinizsə, gəlib kataloqa baxırsınız, 16.000 rəng var, çalar var. Seçirsiniz istənilən bir rəngi və bu makina, pingvin makinası sizə həmin rəngi təqdim edir. Beləliklə, dünyanız rəngarəng olacaq. Rəngi özünüz seçirsiniz. Nə seçirsə seçin, əsas odur ki, pingvini seçin. Pingvin boyaları ən müasir üsullarla, ən yeni texnikanın tətbiqi ilə hazırlanır. Peşəkar laboratoriyada vaxtaşırı keçirilən sınaqların nəticəsi ilə mükəmməl tərkibə malikdir. Fasad və interyer boyalarına 10 il zəmanət verilir. Pingvin boyaları nə günəşdən, nə yağışdan, nə də soyuqdan qorxur. Keyfiyyətinə, tərkibinə, etibarlığına tam zəmanət verilir. Söhbətimiz davam edir, növbəti qonağım isə Dana xanımdır. Xoş gəlmişsiniz. Əvvəlcə soruşum, niyə bu ad? Hardan gəlir bu ad? Bu ad elə demək olar ki, mənim öz adımdır. Təmiz Durdana adı olduğundan, rus dilində Durdana kimi işlədiyindən. Axır şəkilçini demək olar ki, saxlamışım. Əvvəl Dur, saxlamışım Dana özüm üçün. Neçə ildir bu artıq ad altında çalışırsınız?
Demək olar 2007-ci ildən 2007-ci il belə təmiz saymamaq şərtlə 2008-ci ildən bu fəaliyyətdədir bu ad. Mən artıq demək olar ki, mənim üzərimdə. Fəaliyyətinizi də Moskva şəhərində başlamısınız? Yox, Dağıstanda. O Dağıstanın da kökündən bütün Rusiya şaxələnib mənim işlərimin, fəaliyyətimin. Belə demək olar ki, gəzintilərim, şəhərlər arası və dilləri öyrənməyim. Harda rahatdır işləmək? Orada ölkədən, yəni Azərbaycandan kənarda, yoxsa burada? Azərbaycan isə daha rahatdır? Azərbaycan mənim üçün yenilik olduğundan demək olar ki, bugünkü gündə Azərbaycan mənim üçün daha önəmlidir. Karyera sizin həyatınızda hansı yeri tutur? Bütün hissəsini alır həyatınızda? Karyera mənim həyatımda demək olar ki, ömrü boyu mən arzuladığım olub. Eyni dərəcədədir də, yəni həm aləmdə, həm də karyeram. Çalışıram, ikisini də bərabərləşdirirəm. Necə oldu gəldiniz yəni, bu sənətə, bu işə? Əmin bütün müğənnilər kimi balaca idim, qoymadılar axıma. Biraz çətinliyim çox oldu, sıxıntılarım çox oldu. Həyatda məcburiyyət qarşısında çox qaldım. Sənəti seçdim. Sıxıntıdan seçdiniz bu sənəti? Sıxıntı, bəli, bu öz yaxınlarım tərəfindən oldu. Demək olar ki, bugünkü gündə elə bir problem artıq yaşanmır. Mən daha da rahatım. Artıq özünüzü sübut elədiniz, fikirləşirsiniz. Hansı çətinliklər oldu? Nələrlə üzləşdiniz? Elə bir ailədə böyüdüm ki, demək olar ki, atamın bir sözünü eləmək mümkün deyildi. Atam isə əleyhinə idi mənim bir müğənni kimi fəaliyyətimə. Demək olar ki, 90% müğənnilər, qadın müğənnilərinin həyatında olub belə, ya valideynləri, ya qardaşları. Hardasa gözlədim o kiyetimi, növbəmi. Həyatda elə bir mənim üçün qapılar açıldı ki, mən heç gözləmirdim özümdə demək olar ki. Necə oldu? Qoy bir sir qalsın. Biz burada səmimi söhbətlər eləyirik, yəni. Biz ikimiz və bu kamera. Aydındır. Kim dəstək durdu sizə? Dəstək tamaşaçılar, dinləyicilər, mənim sənətimi başa düşənlər. Sonra da mənim qurduğum aləm. Ailə və karyera. Sual işarəsi. Necə çatdırırsınız? Necə çatdırırsınız? Çətindir. Çatdırmağı bəzi hallar olur ki, övladları çıxmaq şərti ilə övladlara xüsusi bir qayğı var. Mən sırf ev işlərim, yoldaşım və mənim karyeram. Mən bunlarla məşğulum. Əlavə işlər, əlavə yerlərə vaxtınız qalmır, yəni. Belə başa düşdüm sözünü. Əlavə uşaqlar üçün əyləncələrə belə çox az müddətdə, o da mənim əgər işim yoxdursa, məndə 1-2 gün əvvəlcədən planlaşdırılır gün ərzində. Mən hara gedəcəm, nə edəcəm? Çünki mənim yuxu da tərzim var, mən yatmalıyamdır. Tamaşaçılar qarşısında əgər oxuyub oynamağım varsa, mənim səhhətim də düzgün qaydada özünü göstərməlidir, mən belə fikirləşirəm. Onu tarazlaşdırmaqdan ötürü mən haradasa çətindir, düzdür, çox çətindir, çatdırıram. Azərbaycana gəldiniz və burada davam elətdirdiniz bu fəaliyyətinizi. Çətin olmadımı? Yəni sizi arxaya çəkmək istəyənlər, ayağınızın altını qazmaq istəyənlər, yəni işinizə mane törədənlər oldu? Şükür Allaha, mən deyim ki, məni iş kolleqalarım, səhnə kolleqalarım da, onların mənə olan qarşı fikirləri və yaxud rəyləri çox yaxşı qarşılandı. Yəni, onlar mənə qarşı etdikləri hörmət, etdikləri haradasa qayğı, haradasa mənə qabağa getməyimə görə mənə mane törətmədilər. Yoldaşınız necə? Hər bir an yanınızdadır, yəni dəstək durur sizə. Yoxsa haradasa narazıçılıqlar olur, yəni problem yaradır sizə? Narazıçılıq olmadı, kişidə paxıl olur.
Paxıl olurlar. Qadın qabağa gedir. Niyə belə paxıl? Niyə paxıl olurlar? Niyə paxıl olursunuz? Əslində. Niyə olurlar paxıl? Ya sadəcə Niyə istəmirlər? kişilərdə bir xüsusiyyəti var. Onlar qadını özəl hiss edirlər də. Yəni bu mənim özümün şəxsidir. Qadın kişinin fikrindən oturur ailədə və hardasa istəyirlər ki, biraz çox qadın öz işinə yox, daha çox əvvəlki kimi həyat yoldaşına fikir versin. Biz hardasa veririk. Sadəcə olaraq, məsələn, biri var, çayı gətirib görsən, deyən, al əzizim, bu çayı iç. Onda baxırsan, hə, axşam nəsə almaq istəyirsən, hə, sən də belə gülümsəsən. Bir də var, vaxta baxırsan ki, gecikirsən də və yaxud salona, harası, deyirsən, al iç qurban, tez ol, iç stakanı yum yerinə qoy be. Bax, bu momentdə kişilər neyinir? Tık, stakanı dağıt. Dağıldı, süfrə batdı, konfet bulaşdı. Əlavə iş çıxardırlar sizin Mənə üçün. bir də çay gətir, çay soyuq. Və siz gecikirsiniz. Belə bir xırdalıqlar olur. O sadəcə Bəlkə diqqət istəyir, yəni diqqət bəlkə az olmur ona görə. Mən onu sizə vurğulayıram ki, sadəcə olaraq kişilər uşaq vaxtından ana qayğısı görür, böyüyəndə də qadın qayğısı görür. Biz qadınlar da eləyik, biz də istəyirik özümüzə qarşı fikir irəli sürsünlər ki, daha gözəlsən bu günləri, və yaxud necə də qəşəng bugün özünü apardın toyda, necə sən insanları ələ aldın və yaxud necə səhnədə özünü saxladın. O sözlər biz üçün hardasa qıtlıqdır, istəyirik özümüz. Həmçinin də əks cinsin nümayəndələri də elə bir. Qısqanır sizi. Diqqət önündəsiz. Hər halda. Bəli. Və bunu necə yoluna qoyursunuz? Çox qısqanırdım. Özü də bax nefirdən. 50 dəfə demişim, heç qısqanmağa vaxt yox ya, haldır o. Necə yoluna qoyursunuz? Yəqin sizə öz sevgisini etiraf edənlər də olur, öz simpatiyasını etiraf edənlər olur, güllər gəlir, zənglər gəlir. Bunu necə yoluna qoyursunuz? Güllər gəlsə, gəlir bizim evə yox. Gizlədirsiniz? Yox, hələ ki belə olmayıb, açığı da. Mən səmimi, çox xoş duyuram danışıqlarım. Elə bir şey olmayıb. Sadəcə simpatiya olanların ürəkləri bildirməlidirlər, fikirlər olmalıdır. Mən fikirləşirəm ki, biraz hardasa həyat yoldaşımın xoşu gəlməz. Qəbul eləyirəm, gözüm yenə də aşağıda ki, ay Allah, bugün gedəcəm, yəqin nəsə bir şey xoşuna gəlməyə bilər və istəmirəm aləmdə o barədə söz olsun. Dediyinlə oturub dururam və yaxud geyimimdə nəsə xoşuna gəlməsin. İstəməzdim, çünki mən bu sənəti də çox sevirəm, aləmidir. Atardınız ailənizə görə bu sənəti? Çox çətin sualdır. Mən aləmimi demək olar ki, çox istəyirəm. İstəməzdim. Hər bir yola belə, hər bir necə deyirlər, daşın üstünə yumuşaq pambıq qoyardım ki, nə səhnə itməsin, nə aləm itməsin. Siz Azərbaycandan kənarda işləmişsiniz, burada da yəni gördüyünüz qadınlarımızı gördüyünüz fərq var qadınlarımızda. Yəni bizim qadınlar necədirlər? İş baxımından mən əlbəttə ki, soruşuram. Sadəcə olaraq Azərbaycanda bugünkü gündə maşallah demək olsun ki, bizim xanımlarımız həm gözəl qabiliyyətli, həm qəşəng yaraşıqlı geyimləri, həm uşaq tərbiyə vermələri. Bugünkü gündə rahatdır qadının işləməyi. Çünki elə bir yerlər açılır, uşağı məktəbdən kənar ora qoya bilərsən və yaxud bağçalar var. Bağçadan sonra kişilərimiz də sağ olsun ki, bugünkü gündə qadınlara icazə verirlər işləməyə. Çox sağ olun. Qadın ümumiyyətlə işləməlidir. İşləməlidir, bilirsiniz niyə? Çünki onun fikirləri dağılmalıdır. O evdə, o işləməsə, o kişinin beyninin işləyə yiyəcək. Özünün əsəbləri oynayacaq və kişinin də. Bəs niyə bizim kişilər bunu anlamırlar? Və bəzən qadınlara çox böyük qadağalar qoyurlar. Anlayırlar, başa düşürlər. Sadəcə olaraq əhatəsində olan onların fikirlərinə daha da fikir qatanlar, onların fikirlərini kənara salırlar. Sadəcə olaraq biraz hardasa ailələrin qorumağın qorxusu mu desə və yaxud hardasa qorxurlar ki, qadının fikrə də qatan kimsə ola bilər ki, ailəyə baxmasın və yaxud ailəni kənarda qorsun.
Məhz bu şərtlərlə hardasa kişilər biraz qorxurlar. Çox sağ olun söhbətinizə görə. Çox maraqlı oldu mənə sizin fikirləriniz. Mən əminəm ki, bizi izləyənlərə də sizin fikirləriniz çox maraqlı gəldi. Mən isə öz növbəmdə geyimimə görə Leydi Şarma təşəkkürümü bildirirəm. Bu gözəl saç düzümümə görə və makiyajıma görə isə Bəyaz studiyaya minnətdarlığımı bildirirəm. Əziz tamaşaçılara söhbətimizi burada sonlandırırıq. Siz də bizi hər həftənin 5-ci günü gecə saat 12-nin yarısı izləməyi unutmursunuz. Hələlik. Gecəniz xeyrə qalsın. Verilişin baş sponsoru Ruski Vkus. Verilişin baş sponsoru Pingvin boyaları. Sponsor Doktor Can Polat Klinik.